Son günlərdə trenddə olan 32 karat brilliant diş haqqında olan videomuzda kiçik bir anlaşılmamazlıq olub. O da ondan ibarətdir ki, çox adam qorxdu, elə düşündü ki, qiyməti çox yüksək olacaq, elə bilir ki, bu brilliant materialındandır. Bu brilliant deyil. Təbii ki, biri yazıb ki, başımızı qoparacaqlar, biri yazıb ki, gecə evdən aparacaqlar, biri yazıb ki, çölə çıxmağa qorxacağıq. Elə bir şey yoxdur. Çünki bu dişlər brilliantdan deyil. Brilliantdan eləmək mümkün deyil. Bir nəfər də yazmışdı, düzgün vurğulamışdı ki, brilliantın tərkibi, almazın tərkibi 99% karbondan ibarətdir və bu da zəhərli bir maddədir. Bu yalnızca bizim bildiyimiz dişdir, qapaqdır, koronkadır el arasında desək və bu dişin hazırlanmasının sadəcə olaraq qeyri-adi bir üsulu var. Zərgər işçiliyi var. Zirkonium dioksiddən də, litium disilikatdan da hazırlana bilir və bunun hazırlanmasında xüsusi texnikin işi var. Əl işindən gedir söhbət. Bəli, buradakı əl işi əsas rol oynayır. Ona o gözəl brilliant abu-havasını qatan, brilliant formasını verən o texnikin işidir. Suallarınızı cavablandırmaq mənim üçün çox maraqlıdır və suallarınızın hamısını bir-bir oxuyuruq və çalışırıq cavablandıraq. Maraqlı suallar olanda belə video formatda cavablandırmağa çalışırıq.